Bu gün bizim qonağımız Toğrul Xəlilovdur. Product Owner və Product Manager kimdir? Product Owner rəqəmsal və ya qeyri-rəqəmsal hər hansı bir məhsulun dəyərini maksimallaşdıran adamdır. Biz məhsul sahibinə bir məhsul verib 3 aydan sonra məhsula baxsa, o məhsul daha inkişaf eləmiş səviyyədə olmalıdır. Çünki onun bir məhsul sahibi var, Product Owner var. Burada Scrum qaydalarına görə də 3 rol var, 3 vacib rol var. Product Owner'dır, Scrum Master'dır və Developers'dır. Business analitiklər, BA-lər, frontlar, front-end, back-end, UX, UI, dizaynerlar və testerlar bura hamısı daxil. Bu olanda artıq sən deyən məsələ əhəmiyyətini itirir. Niyə biz Azərbaycanda tam olaraq Agile-ı yeridə bilmirik? Bizdən böyük problem odur ki, insanlar o əlindəki power-ı, gücü itirmək istəmirlər. Ümumiyyətlə PO öz komandasının işinə dərindən yanaşmamalıdır. Mənə görə şirkət daxilində ən çox dəyər yaradan adamlardan biri məhz Scrum Masterlar olmalıdır. Dəyişikliyi qəbul eləmək asan deyil. Dəyişikliyi qəbul eləmə o vaxt işləyir rəhbərlik. Rəhbərlik qəbul eləmirsə, onda bezəcək adam. Son nəticədə məhsulun üzərində cavabdehliyi stakeholder daşıyır.